Salam dəyərli şagirdlər və abituriyentlər. Bildiyimiz kimi bugün 12 aprel tarixində Dövlət İmtahan Mərkəzi 9-cu sinif üçün buraxılış imtahanı keçirdi. İkinci zonanın buraxılışı idi və biz artıq həm dil qaydalarının, həm də bədii mətnin izahını kanalımıza yerləşdirmişik. İndi isə publisistik mətnə baxacağıq, onun izahına toxunacağıq. Bu tipli izahların tez-tez gəlməyini istəyirsə, dəstək olmaq üçün abunə olmağı və videolarımızı paylaşmağı unutmayın. İndi isə gəlin başlayaq. İlk olaraq mətnimizi oxuyaq, analiz edək, daha sonra suallarına baxaq. 1816-cı il tarixi yaysız il kimi də tanınır. Bu il təbiətdə baş vermiş nadir və maraqlı iqlim dəyişiklikləri səbəbindən yay mövsümü soyuq və yağışlı keçmişdir. Yayda qar və şaxta müşahidə olunmuş, bu isə insanların gündəlik həyatına, kənd təsərrüfatına, iqtisadi vəziyyətinə ciddi təsir göstərmişdir. Adi biz bilirik ki, aprel ayında, may ayında bir qədər soyuq və şaxtalı hava şəraiti sürərsə, meyvələrin yetişməsində ciddi bir problem yaranır. Yəni çiçəkləyən ağacların çiçəkləri quruyur və nəticə olaraq da bar gətirmir meyvələr. Yəni keçən biz bunu müşahidə etmişdik ölkəmizdə. Bu hadisənin yaranmasının əsas səbəbi 1815-ci ilin aprelində Tombara vulkanının partlaması olmuşdu. Bu partlayış tarixdə ən böyük vulkan püskürmələrinin biri sayılır. Partlayış nəticəsində çoxlu miqdarda kül, qaz, zəhərli maddələr atmosferə yayıldı. Günəşdən gələn işığın yerə çatması azaldı. Bu isə yer kürəsində orta illik temperaturun aşağı düşməsinə gətirib çıxardı. Nəticədə 1816-cı ilin yayında hava qeyri-adi dərəcədə soyuq keçdi. Bu da Şimali Amerika, Avropa, Asiya kənd təsərrüfatı sahəsində ciddi problemlərin yaranmasına səbəb oldu. Meyvə ağacları çiçəklənmədən dondu, taxıl sahələri məhv oldu, aclıq və sosial narazılıq yaranması vəziyyəti daha da çətinləşdirdi. Avropada çox sayda insan qida çatışmazlığına əziyyət çəkdi. Məhsul çatışmazlığına görə atlara yem tapılmadı. Bir qismi kəsildi. Nəticədə nəqliyyat böhranı da yarandı. Bu dövrdə Karl Drais 1817-ci ildə ilk iki təkərli nəqliyyat vasitəsini, velosipedini yaratdı. Beləliklə iqlim fəlakəti texnologiyada təsir etdi. Yəni atlarla nəqliyyat hərəkət edirdi o vaxtı. Belə vəziyyətə görə atların çoxsu kəsildi axı. Ona görə alternativ nəqliyyat vasitəsinə ehtiyac oldu və nəticə olaraq nə oldu? Velosiped hazırlandı. Bu hadisə insan həyatına sirayət etməklə yanaşı elm və mədəniyyətə təsir göstərdi. İngiltərədə uzun və soyuq gecələrdə insanlar evdə oturub hekayələr danışır və şeir, romanlar yazırdılar. Həmin dövrdə qorxu hekayələri yazmaq üçün müsabiqə təşkil olundu. Bu müsabiqənin burada yəqin ki, yeni abzas başlamalıdır. Yoxsa bu hadisə insan həyatına sirayət etməklə yanaşı elm və mədəniyyətə təsir göstərdi. Yox, mədəniyyəti var. Həmin dövrdə qorxu hekayələri yazmaq üçün müsabiqə təşkil olundu. Bu müsabiqənin nəticəsində dünya ədəbiyyatında ilk elmi fantastik əsərlərdən biri Frankenstein romanı doğuldu. Mary Shelley'nin məşhur Frankenstein romanı məhz 1816-cı ilin sərt havası altında yazılmışdı. Bu sadəcə hava dəyişməsi deyil, insanların köç etməsinə, yeni texnologiyanın yaranmasına, dünya tarixinin axarının dəyişməsinə səbəb olan qlobal fəlakət idi. Bu hadisə göstərir ki, təbiət qüvvələri bəşəriyyətin həyatını dəyişdirə bilər. Necə ki, pandemiya necə dəyişdi bütün insanların həyat strukturunu, bu da elə. Bu hadisə göstərir ki, təbiət qüvvələri bəşəriyyətin həyatını dəyişdirə bilər. Bugün də alimlər bu kimi hadisələrdən gələcək iqlim dəyişikliklərini proqnozlaşdırmağa çalışırlar, deyir. Deyir ki, əvvəldə işarə qoymuş hansı cümləni çıxarsaq məzmuna xələl gələr. Yəni sən onu çıxarsan, ardıcıllıq pozular. Üçbucağa baxaq. Tamam. Üçbucaq yox. Burada ilk gələn nədir? Dairə, değil mi? Deyir ki, bu hadisənin yaranmasının əsas səbəbi 1815-ci ilin aprel ayında Tombora vulkan partlaması oldu. Partlayış nəticəsində çoxlu miqdarda kül, qaz, zəhərli maddələr atmosferə buraxıldı. Görürsən? Yəni bu cümləni çıxartdım, heç bir problem yaranmadı. Ən böyük vulkan püskürmə biri sayılır desə nə olacaq, deməsə nə olacaq. Yəni bu cümlənin çıxması cümlədə məzmunun ardıcıllığını pozmur. Səndə nə deyir? Məzmun xələl gələr. Ona görə C getdim. Sonra üçbucaq gəlir. Aclıq və sosial narazılıqların yaranması vəziyyəti daha da çətinləşdirdi. Məhsul çatışmazlığına görə atlara yem tapılmadı, bir qismi kəsildi, nəticədə nəqliyyat böhranı yarandı. Burada da bir problem yaranmır. Demək, beləliklə, bax, bunu çıxarsan, deyəcək ki, beləliklə iqlim fəlakət texnologiya təsir etdi. Necə təsir etdi? Adam biləcəksən, beləliklə deyir. Elə deyil. Demək, bu cümlənin əvvəlinə ehtiyacımız var axı. Ona görə burada elə kvadrat olacaq cavabımız. Yenə də ardıcıl baxaq. Demək, üçbucağı da sildik biz.
Bu hadisə insan həyatına istirahət etməklə yanaşı elm və mədəniyyətə təsir göstərdi. Sonra həmin dövrdə qorxu hekayələri yazmaq üçün müsabiqə təşkil olundu. Bu müsabiqənin nəticəsi dünya ədəbiyyatında ilk elmi fantastik əsərlərdən biri Frankenstein romanı oldu. Eləmi? Doğuldu. Bunu yazmasam belə Frankenstein əsərinin yazılması haqqında artıq məlumat var da. 48-də deyək ki, hansı cümlə ilə mətnin nəticə hissəsini genişləndirmək olar? Nəticə hissəsini bir daha baxaq. Bu sadəcə hava dəyişməsi deyildi. İnsanların köç etməsinin, texnologiya yaranmasına, dünya tarixinin dəyişməsinə səbəb olan qlobal fəlakət idi. Bu hadisə göstərir ki, təbiət qüvvələri bəşəriyyətin həyatını dəyişdirə bilər, eləmi? Bu gün də alimlər bu kimi hadisələrdən gələcək iqlim dəyişikliyini proqnozlaşdırmağa çalışırlar. Baxaq, bir çox ölkələrdə hökumətlər bu böhranın öhdəsindən gəlmək bu əsas hissəyə aid olar. Partlayış o qədər güclü idi ki, bu da əsas hissədir. İnsanlıq tarixi boyu çoxsaylı siyasi iqtisadi böhranlar əzələşmiş, təkcə bu bölgəni əhatə etmirdi. Bu da əsas hissəyə aiddir. İqlim soyuq olan ölkələr günəşin görünməsi bu da əsas hissədir. Eləmi? Havanın buludlu olması və yayın keçməməsi. Bax, çətinliklər insanların yaradıcı potensialını üzə çıxaraq innovativ həllərin meydana gəlməsinə şərait yarada bilər. Bəli, bax, bura yaza bilirsən. Deyir, texnologiya yaranmasına, dünya tərəfi axarının dəyişməsinə səbəb oldu, eləmi? Bunu ora yaza bilirsən. Mətnin üzərində rəqəm yazmış ifadələr əsasında cədvəldəki uyğunsuzluğu müəyyən edək. Uyğunsuzluq istəyir. 1-ə baxaq, üzərində rəqəm yazılmış. 1 hardadır? Atmosferə yayılmaq. Burada işarələr olmalıdır. Bir dəqiqə mən onu qeyd edeyim. Demək, burada belədir. Bəli. Deyir ki, yayıldığı məcazi mənadadır, eləmi? Sözün mətnindəkindən fərqli mənadadır. Yuxular yayılır, içərisi göyərti. Yuxalar yayılır, eləmi? İçərisi göyərti ilə doldururlar, qutablar bişirilir. Bu niyə görə götürmürük? Çünki atmosferə yayılmaq həqiqi mənada, məcazi mənada deyil. Aslında burada məcazini işarə elədiyi üçün biri götürmürük. Daha doğrusu uyğunsuzluq istədiyi üçün biri götürürük. Eləmi? Qaldı 1, 4, 5, 1, 3, 5 və yaxud da ki 1, 3, 4. 2-yə baxaq. Üzərində 2 yazılan haradır? Tapılmadı. Eləmi? Atlara yem tapılmadı. Bu da həqiqi mənadadır. Arzuladığı həyatı tapmaq. Həyatı tapmaq məcazi mənada. Bu düzdür. Uyğundur, eləmi? 2 olmaz. Sonra 3. Bir qismi kəsildi. Atın kəsilməsindən söhbət gedir. Bu da düzdür. Gün ərzində hissə yemək üçün taqətdən kəsilmək. Bu da məcazi mənada. Bu da doğru verilibdir. Eləmi? 3 olanlar da getdi. Avtomatik cavabın qalacaq 1, 4, 5. 4-ə baxaq. 4-ə. Sərt havası var. Həqiqi mənadır. Sərt qayalar arxasında sərt hava həqiqidir, amma sərt qaya məcaziddən. 4-ü götürəcəksən. 5 hardadır? Bu hadisə göstərdi ki, məcazi mənadır. Burada olmalıdır. Bu da yanlış fikirdir. Cavab olacaq 1, 4, 5. Sonra burada nəsə cavabı hanı bu? 49-dan bu tərəfdə də 50. Hansı fikirləri mətnə aid etmək olmaz deyir. 1816-cı ildə baş vermiş bu hadisə sübut etdir ki, böyük iqlim dəyişikliyi insanların fəaliyyəti nəticəsində baş verir. İnsanların fəaliyyəti nəticəsində deyil, daxili bir şey yazmamışlar. Biri götürəcəm. 19-cu əsrdə atlardan minik vasitəsi kimi istifadə edilirdi. Bəli, deyir ki, böyləliklə nəqliyyatda problem yarandı. Deməli, istifadə edirdi, eləmi? 2-ni götürməzsən. Yer kürəsində iqlim dəyişikliyinin ilk nümunəsi kimi göstərilir. İlk nümunəsi idi ki, ilk nümunəsi deyil daxı. Ona görə 3-ü də götürəcəm, eləmi? 2-ni çıxdıq bayaq, eləmi? 1, 3 qaldısa, elə cavabım 1, 3, 5 olacaq. İqlim dəyişikliyinin ədəbiyyata da təsir etmiş, bəli, orada yazır. İnsanlar evdə şeirlər yazır. İqlim fəlakətin texnologiya təsiri nəticəsində avtomobillərin yerini yox, atın yerini 2 təkərli nəqliyyat vasitəsi aldı. Avtomobil deyil daxı o at. 3, 5 olacaq. Cavabın burada B variantı. Mətnə baxda məlumat var. Yaysız il yalnız iqlim hadisəsi olmaqla kifayətlənməmiş, həm də insanların həyat tərzini dəyişdirən dünya miqyaslı fəlakət idi, yazır orada. Bu haqda məlumat var. Təbii fəlakətin elmdə və texnologiyada baş verən dəyişikliyə səbəb olması müsbət qarşılanması, müsbət qarşılanmayıb da 2 yanlış fikirdir.
2 getdi, 2 getdi, 1 qalır. Demək 3 də gedir. 3-dən 4 daha doğrusu. Qalır cavabın bu. Mətnə baxdı məlumat yoxdur. Həmin ildə dəniz səviyyəsində dəyişikliklər müşahidə olunmuş. Bəzi sahil bölgə bu vaxtda məlumat yoxdur, axı heç nə yazmır bir şey, belə şey. Qeyri-adi iqlim şəraiti kənd təsərrüfatına böyük zərər vermişdir. Təbii ki, məlum məsələdir ki, ağacları çiçəklə donmuş, kənd təsərrüfatına zərər vermişdir, yazır. Demək cavabın olacaq 1, 3, B variantı. Türk hərflərlə verilmiş sözlərdən heç bir mənasına uyğun deyil. Türk hərflərlə verilmiş sözlərə baxaq. Bu təmiz şeydir. Sahə, sosial. Sonra nə var burada? Müsabiqə. Geri uşaqların kitabçasından çəkib eləyədim. Axar, fəlakət. Demək, axar var, fəlakət var, sahə var, sosial var, eləmi? Sahə zəmi, fəlakət bəla, eləmi? Sonra var, getdi. O bizlə yadından çıxdı ben. Ki sözləri yazaq, kitabçıda baxın. Demək, yarış var uşaqlar orada. Eləmi? Sahə var. Sonra fəlakət. Axar var, değil mi? Belə, demək, yarış, konkurs, axar istiqamət götürmək olar. Bəladan fəlakət içikdir, zəmi də sahə, bəli. Cavab üsul olacaq, Y variantı yoxdur. 5 və 6-cı abzasdan yeri dəyişdirilsə məzmun ardıcılığı pozular. Bəli, məzmun ardıcılığı pozulmamışdı. Olduğu kimi qalmaydı. Olan yerini dəyişsə artıq məzmun ardıcılığı pozulmuş olacaq. Mətnə əsasən baş vermə səbəbini müəyyən etmək mümkün deyil. Tambora vulkanının güclü partlayışının səbəbi məlum deyil. Yay fəslinin fərqli keçməsinin səbəbi yazılmışdı. Eləmi? Vulkanın olması, illik orta temperaturun dəyişməsi, günəş işığının azalması, qıtlığın yaranmasının hamısının səbəbi nədir? Vulkanın baş verməsi və nəticədə atmosferə yayılan toz və qaz zərərcikləri idi. Bunların səbəbi məlumdur, amma Tambora vulkanı niyə görə güclü partlayış verdi həmin il isə 1815-də, daha doğrusu bir il öncə. Bu vaxtda heç bir məlumat yoxdur. Demək, niyə görə nöqtələn yer haradır? Bugün də alimlər bu kimi hadisələrdən dərs çıxardaraq gələcək iqlim dəyişikliklərindən dərs çıxartmaq olar. Eləmi? Sonra dərs çıxartmaq deyil, hər gün qaranlıqdır. Hər qaranlıqdan sonra işıq doğar. Bəli, bunu yaza bilərik. Burada çünki texnologiya təsir göstərmişdi. Məsələn, velosipedin yaranmasına təsir göstərmişdi. Yəni insanlar çətin vəziyyətdə qaldığı üçün artıq hər zaman öyrəşdiyi bir şey var da əllərində, eləmi? O əlindən çıxdığı üçün beyin artıq avtomatik çalışmaya başlayır ki, mən nə edə bilərəm avtomatik. Yəni nəqliyyat lazımdır. At kəsildi, elə deyilmi? Bir yerdən yerə getmək lazımdır. Demək, nə etmək olar? Avtomatik orada velosipedin yaranması və digər texnologiya vasitələrinin yaranmasına səbəb yarandı. Bunu orada cümlələrlə yaza bilərsiniz. Belə uşaqlar, izahı yekunlaşdırdıq. Bu tipli izahların tez-tez gəlmək istəyir. Dəstək olmaq üçün abunə olmaq və paylaşmağı unutmayın. Sağ olun, növbəti dərslərdə görüşərik.